Əhalinin əmanətlərinin həcmi baxımından ən iri ikinci bankı olan bank standartı maliyyə dayanıqlığının zəifləməsi aidiyyatı qurumları hərəkətə keçirib. Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banka müvəqqəti inzibatçı təyin edilib. İnzibatçı bankın idarə etməsi ilə məşğul olacaq. Müvəqqəti inzibatçılıq 3 ay müddətinə təyin edilib. Bu müddət ərzində həmin bankın sağlamlaşdırılması proqramı hazırlanacaq. Proqramın məqsədi bankın təkcə likvidliyinin deyil, həmçinin kapitalının, aktivlərinin keyfiyyətinin və bütövlükdə uzun müddətli dayanıqlığının təmin olunmasına yönəldilmiş bir proqram olacaqdır. Bankın maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün dövlət tərəfindən 15 milyon manat həcmində dəstək veriləcək. Artıq vəsaitlər bankın hesabına da köçürülüb. Bu vəziyyət bankda yerləşdirilən əmanətlərin aqibətini gündəmə gətirir. Artıq əmanətlərlə bağlı da xüsusi qərar verilib. Məhkəmənin qərarı ilə bir ay müddətində fiziki və hüquqi şəxslərin əmanətləri üzrə ödənişlər dayandırılıb və bir aydan sonra bank əmanətləri üzrə həm fiziki, həm hüquqi şəxslər qarşısında əmanətlər üzrə ödənişlər bərpa olunacaqdır. Faiz dərəcələrinin hesablanması dayanmır. Sadəcə olaraq müştərilərin əmanətləri üzrə müqavilə şərtləri tam əməl olunur, yəni faizlər hesablanmaqda davam edir. Maliyyə dayanıqlığının ürəkaçan olmaması bankla əməkdaşlıq edən müəssisə və təşkilatlarda çalışanların, eləcə də bank işçilərinin əmək haqlarının hansı qayda ilə veriləcəyini də aktuallaşdırır. Əmanətlərdəki məhdudiyyətlər maaşlara aid deyil. Bu o deməkdir ki, həm bankın özü, həm bankın müştərisi olan təşkilatların əmək ödənişləri üzrə hər hansı bir məhdudiyyət olmayacaqdır və artıq bu gündən ayrılmış likvidlik dəstəyi hesabına əmək haqqı ödənişlərinə başlanılır.